Satıcılar üçün təlimatlar. Bu bölmədə alıcılardan gələn real sorğuları görürsünüz. Üzərinə klikləyərək bu hissə üçün təfərrüatları və satıcılarının siyahısını görə bilərsiniz. Siyahını ölkə və şəhər üzrə süzgəcdən keçirə bilərsiniz. Qeydiyyat düyməsini klikləyin. Ölkənizi və yaşadığınız şəhəri seçin. Satıcı rolunuzu seçin. Etibarlı telefon nömrənizi, şifrənizi daxil edin və təsdiqləyin. Bu nömrə düzgün olmalıdır, əks halda alıcılar sizinlə əlaqə saxlaya bilməyəcəklər. Qeydiyyat düyməsini klikləyin. Davam et düyməsini klikləyin və satıcının istifadəçi müqaviləsini qəbul edin. Tam məlumat üçün şəxsi məlumatlarınızı doldurun. Adınızı, təsvirinizi və şəklinizi daxil edin. Tam şəxsi məlumat alıcının inamını artıracaq. Məlumatlarınızı doldurduqdan sonra yeniləmə düyməsini klikləyin. Şəxsi məlumatların doldurulması nümunəsi. Alıcıların sizi satıcılar siyahısında görə bilməsi və sizinlə əlaqə saxlaya bilməsi üçün bir filtr qurun. Filtrlər olmadan görünməyəcəksiniz. Avtomobilin markasını, modelini, ilini, kateqoriyasını və hissəsinin vəziyyətini seçin. İşlənmiş və ya yeni. Yadda saxla düyməsini klikləyin. Sorğular bölməsinə keçin, filtri klikləyin və bir sorğu seçin. Bu bölmədə avtomobil hissəsi ilə bağlı alıcı ilə əlaqə saxlaya və detalları dəqiqləşdirə bilərsiniz.